Hər bir pediatrımız anında uşağa düzgün yardım göstərə bilsin təcili hallarda. Sumqayıt şəhərində keçirilən regional 1-ci Sumqayıt Pediatrik Forum, pediatriya sahəsində müasir inkişafın və problemlərin müzakirəsi üçün mühüm bir platform oldu. SEM Akademiyanın təşkilatçılığı və Azərbaycan Partiya Cəmiyyətinin dəstəyi ilə baş tutan tədbirdə Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarını əhatə edən 150-dən çox pediatr iştirak edib. Forumun əsas məqsədi pediatrların bir araya gələrək sahədəki aktual problemləri, pediatriyanın inkişafı, davamlı təhsilini, yeni diaqnostik və müalicə üsullarını öyrənmək və gələcəkdə elmi tədqiqatlara dəstək olmaq idi. Forumda həmçinin elmi-praktik əlaqələrin qurulması, təlimlər, kurslar, simpozium və konferansların keçirilməsi mövzuları müzakirə olundu. Həkim pediatr 1-ci Sumqayıt Pediatrik Forumun təşkilatçısı sədri Bəxtiyar Nağıyev, Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev, Amerika Ürək Assosiasiyasının Azərbaycandakı rəsmi təlim mərkəzi Medical School Training Center koordinatoru həkim Mətin Mahmudov çıxış edərək forum haqqında ətraflı məlumat verdilər. Bizim 1-ci Sumqayıt Pediatrik Forumunu keçirtməkdə əsas 3 məqsədimiz var. Birinci məqsəd odur ki, Sumqayıt Pediatriya komandası yaratmaq və bu komanda adı altında bir-birimizə olan əlçatanlığı daha da rahatlaşdırmaq, istədiyimiz zaman bir-birimizlə təcrübələrimizi bölüşməkdir. İkinci məqsədimiz bu toplantını davamlı etmək və bu toplantılar sayəsində Sumqayıtda çalışan bütün pediatrların ən müasir biliklərlə bilgilənməsi və uşaqlarımıza daha yüksək səviyyədə tibbi yardım göstərməsini təmin etməkdir. Və üçüncü məqsədimiz PALS təlimi var, pediatrik təkmil həyata dəstək. Bu təlimi keçməyən pediatr qalmasın. Bu bizim məqsədimizdir ki, hər bir pediatrımız anında uşağa düzgün yardım göstərə bilsin təcili hallarda. Bu üç məqsədlə bu tədbiri keçirdirik. Azərbaycan tibbin pediatriya və xüsusilə bununla əlaqəli sahələrinin inkişaf proseslərini dəyərləndirmək və bu sahədə olan problemlərin həllinə köməklik göstərməkdir. Və biz bütün, məsələn, bunun missiyamız nədir? İstər bölgələrdə, istər Bakıda bir çox konferanslar, simpoziumlar keçiririk və burada təbii ki, həkimlərimizi maarifləndirməyə çalışırıq. Azərbaycan Pediatriya Cəmiyyəti bütün idarə heyəti ilə bərabər bu işdə çox aktiv şəkildə rol aldı. Bu konferansın təşkilinə çox köməklik göstərdi və mən əminəm ki, bu konferansdan Sumqayıt həkimləri və xüsusilə Bakıdan gələn həkimlərimiz çox düzgün şəkildə fayda görəcəkdirlər və təbii ki, bu da bizim pediatriyamızın inkişafını gətirib çıxaracaqdır. Tədbirdə deputat Müşfiq Məmmədli, Təbibin Təlim və Tədqiqatlar Departamentinin rəhbəri Teymur Mirzəbəyli, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Publik Hüquqi Şəxsin rəis müavini Ramin Tahirzadə və digər fəxri qonaqlar çıxış etdilər. Aparıcı mütəxəssislərin iştirakı ilə Sumqayıtda pediatriyanın aktual mövzuları geniş müzakirə olundu. Forumun nəticələri Sumqayıt və ətraf regionların pediatrik xidmətlərinin keyfiyyətinin artırılmasına yönəlmiş mühüm addımlar atılacağını göstərdi. Bu cür tədbirlər pediatriyanın peşəkar inkişafı və sağlamlıq xidmətinin keyfiyyətinin artması istiqamətində əhəmiyyətli töhfə verəcək. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.